Dostlar, hər birinizi salamlayıram. Doktor Nemo kanalında təkrar xoş gördük. Keçən səfərki videomuz qaraciyərin fiziologiyası və onda baş verən xəstəliklər zamanı yaranan dəyişiklikləri ardıcıl şəkildə izah etməyə çalışdım və dediyim kimi növbəti videolarda virus hepatitləri mövzusuna toxunacağımı demişdim və bu gün də istəyirəm məhz virus hepatitləri haqqında danışım. Bunda ardıcıl və pilləli şəkildə danışmaq istəyirəm. Bir videoya bütün hepatit viruslarını sığdırmayacağım. Pillə-pillə izah edəcəm. Çünki hamısını bir yerə salsam nəticədə videomuz çox uzanacaq. Buna görə də ilk olaraq hepatitlər haqqında və A virus hepatiti haqqında danışmaq istəyirəm. Ümumiyyətlə insanlar hepatit sözünü eşidəndə dərhal qorxuya düşürlər və o dəqiqə ağıllarına gələn informasiya olur ki, ya B tipli virus hepatitidir, ya C tipli virus hepatitidir. Hətta bir-birlərinə sual da verirlər bu şəkildə ki, hansıdır? Ümumiyyətlə, hepatit sözü məna etibarilə qaraciyərin iltihabı deməkdir. Yəni, burada hepar, qaraciyər, itis şəkilçisi isə onun iltihabı, burada iltihabi prosesin getdiyini göstərir. Yəni, el arasında rus dilində kəlmə ilə bunu izah edirik. Vaspaleniya deyirik. Vaspalительный proses. Vaspaleniya iltihab deməkdir. Burada hepatit qaraciyərin iltihabı anlamına gəlir. Qaraciyərin iltihabı müxtəlif səbəblərdən ola bilər. Yəni, hər dəfədə virus mənşəli olmur. Yəni, illa da hepatit eşitdik, o demək deyil. Bu, ya B hepatitdir, A hepatitdir, C hepatitdir. İlla da bundan getmir söhbət. Əgər hepatitdən danışılırsa, burada ya törədici tərəfindən törədilən hepatit ola bilər və yaxud da hər hansı bir metabolik proses nəticəsində baş verən hepatit, yəni qaraciyərin iltihabı baş verə bilər. Qaraciyərin iltihabı təbii ki, dediyim kimi metabolik pozğunluqlardan, burada dərman təsirindən də baş verər, buna dərman hepatiti deyirlər və ya alkoqolun təsirindən ola bilər, buna alkoqol hepatiti deyirlər və yaxud da immun proses nəticəsində baş verən hepatit, buna da autoimmun hepatit deyirlər. Autoimmun hepatit öz immun sistemimizin qaraciyər toxumasına qarşı baş verən aqressiv davranışı nəticəsində yaranan bir hepatitdir, iltihabdır. Bu nə deməkdir? Yəni, qısaca belə deyim ki, autoimmun proses öz immun hüceyrələrimizin öz toxumamızı yad maddə kimi qəbul etməsi və ona qarşı mübarizə aparmasıdır. Autoimmun hepatitdə də həmin immun hüceyrələr öz qaraciyər toxumasını və yaxud da onun müəyyən hüceyrələrini, hüceyrə qrupunu yad maddə kimi tanıyır və nəticədə başlayır ona qarşı mübarizə aparmağa, qaraciyər yüklənir, nəticədə də iltihabi proses baş verir. Bizim isə mövzumuz virus hepatitləri olduğuna görə törədicisi viruslar olan hepatit xəstəliyi haqqında danışmaq istəyirəm. Hepatit virusları bir sıra variantlarda vardır. Yəqin ki, oxumusunuz, rastınıza çıxıb, çox yerdə məlumat şəklində qarşınıza çıxa bilər. A virus hepatiti, B virus hepatiti, C, D, E, C virus hepatitləri vardır və müəyyən törədicilər, virus törədiciləri tərəfindən yaranan, yəni bunlardan savayı olan virus hepatitləri də vardır ki, onları da bu baş hərflərlə ifadə etmirlər və bəzən onları gizlin formada və yaxud da sadaladığım bu hepatitlərlə birlikdə baş verə bilir. Bu virus hepatitlərin də bir-birinə oxşasalar belə, klinik göstəriciləri müəyyən yerlərdə bir-birlərinə oxşasalar belə, onların törədiciləri müxtəlifdir. Ona görə də adları başqa cür adlandırılıb. Bu virus xəstəliklərini bir-birinə fərqləndirən ən əsas səbəb isə tək törədici deyil, onların yoluxma yolu, həmçinin də xronikləşə bilib-bilməməsidir. Çünki A və E virus hepatiti, məsələn, xronikləşməsə də, B və C virus hepatiti çox halda xronikləşə bilir. Və bu xəstəlikləri bir-birinə fərqləndirən ən əsas klinik göstəricilər də məhz budur. İndi isə gəlin birinci növbədə ilkindən başlayaq, A virus hepatitindən. A virus hepatiti törədicisi Picornaviridae ailəsinə mənsub olan heparinavirus cinsinə məxsus 72-ci tip enterovirusdur. Bu virus RNT təbiətlidir. Yəni, onun genetik məlumatı RNT-də cəmlənmişdir. RNT də DNT-nin başqa bir variantıdır. Yəni, genetik struktur daşıyan bir üzvü birləşmədir.
Demək, A virus hepatiti RNT təbiətlidir və onun üzəri xüsusi qişa ilə örtülməmişdir. Yəni envelop təbəqəsi ingilis dilində envelop kimi qeyd olunur. Bu təbəqə yoxdur. Və A virus hepatiti ətraf mühitə nisbətən daha davamlıdır. Adətən bu qişa olmayan viruslar ətraf mühitə daha dözümlü olurlar, daha davamlı olurlar. A virus hepatitinin digər bir sıra virus hepatitlərindən bayaq dediyim kimi əsas fərqi fekal oral yolla yoluxmasıdır. Yəni burada xüsusən su yolu ilə, qida yolu ilə, bəzən də təmas məişət yolu ilə yoluxma halları mümkündür. Xüsusən də sanitar vəziyyəti zəif olan ərazilərdə, gigiyenik göstəricilər, gigiyenik qaydalara əməl olunmayan ərazilərdə bu virus hepatitinə yoluxma daha çoxdur və uşaq yaşlarında daha çox yoluxma hallarına rast gəlirik. Nisbətən yetişkin insanlarda isə bu virus hepatitinə yoluxarkən göstərdiyi kliniki təzahürlər adətən sarılıqsız və yaxud da inoperant formalarda olurlar. Yəni bəzən simptomsuz keçirirlər. Yəni bir ərazinin sanitar göstəriciləri nə qədər yaxşıdırsa, gigiyenik göstəricilər nə qədər yaxşıdırsa, o ərazidə A virus hepatitinə yoluxma nisbətən daha az hallarda müşahidə olunur. Digər hallarda isə daha çox müşahidə etmək mümkündür. Deməli, A virus hepatiti ağız yolu ilə orqanizmə daxil olur. Burada bağırsağın yuxarı şöbələrindən sovrulmağa başlayır və burada epitel qişasını zədələyir. Zədələdiyinə görə ilkin yerli olaraq iltihabi əlamətlər başlayır və buradan qan və limfa dövranına keçərək limfoid toxumalara keçir və ilkin reproduksiya mərhələsini keçmiş olur. Daha sonra həmin reproduksiya keçmiş virus, A virus hepatiti, qan vasitəsilə qaraciyərə gətirilir. Onun əsas yaşama yeri qaraciyərdir, belə deyək. Hepatotrop virus olduğuna görə məhz qaraciyərə gəlib, orada çoxalmağa başlayır, yəni replikasiya prosesini keçirir. Nəticədə immun sistemi aktivləşdirir və immun sistemin təsiri ilə həmçinin A virus hepatitinin sitopatik təsiri ilə hüceyrələr zədələnməyə başlayır, iltihabi proseslər yaranır. Nəticədə buna deyirik qaraciyərin A virus hepatiti. Yəni bu proses artıq başlayır. A virus hepatitinin inkubasiya dövrü, yəni orqanizmə düşdükdən sonra ilkin əlamətlər verdiyi dövrə qədər keçdiyi müddətə inkubasiya dövrü deyirlər, yetişmə dövrü deyirlər. Bu dövr təqribən 2-6 həftə ərzində davam edir. Onun orqanizmə düşməsi, qaraciyərdə ilkin iltihab əlaməti yaradıb, sonra qaraciyərə qədər gəlib çatması inkubasiya dövrünü əhatə edir. Burada replikasiya baş verdikdən sonra, qaraciyərdə ilkin dəyişikliklər yarandıqdan sonra artıq prodromal dövr başlayır. Yəni ilkin əlamətlər təzahür olunmağa başlayır. Qaraciyər hüceyrələrinə gəlib çıxmış A hepatit virusu, burada olan ulduzvari hüceyrələr var. Buna Kupfer hüceyrələr deyirlər. Bu qaraciyərin özünün belə deyək, immun sistemini təşkil edən, lokal immun sistemini təşkil edən hüceyrədir. Əgər ora gəlib çoxalmağa başlayırsa və orada çoxalması dayanırsa, xəstəlik əlaməti üzə çıxsa belə, xəstəlik artıq sarılıqsız formada üzə çıxmağa başlayır. Bilirsiniz ki, bəlkə eşitmişsiniz və yaxud da görmüsünüz, hepatit xəstələrinin əksəriyyətində sarılıq əlamətini görmüşük və yaxud da eşitmişik. Yəni hepatit əksərən sarılıqla özünü göstərir. Dərinin və gözün ağlı qişasından dil altında rəngin saralmasını görə bilirik. Lakin dediyim kimi, Kupfer hüceyrələrində gəlib çoxalırsa və orada dayanırsa, bundan artıq gedə bilmirsə, nəticədə xəstəlik özünü sarılıqsız formada göstərir. A hepatit virusu qaraciyərdə çoxalmağa başlayandan sonra burada yerli, lokal şəkildə hüceyrə dəyişiklikləri, hüceyrə səviyyəsində dəyişikliklər yaradır, müəyyən nekrotik proseslər yarada bilir. Nəticədə qaraciyər tam olaraq zədələnmir, müəyyən bir hissəsi zədələnməyə məruz qalır və burada baş verən müəyyən dəyişikliklərdən, sitolitik dəyişikliklərdən, yəni hüceyrəvi quruluşun dağılması, zədələnməsindən sonra qanda müəyyən fermentlərin aktivləşməsini görə bilirik. Adətən A tipli virus hepatitinin diaqnozunda, qan analizində biz ALT-nin, AST-nin, sərbəst bilirubinin yüksəlməsini görə bilərik. Bu da həmin baş verən zədələnmə nəticəsində burada həmin fermentlərin aktivləşməsi nəticəsində yaranır. Bilirubinin səviyyəsinin artması isə
Dediyim kimi, burada qaraciyərdə zədələnmə prosesi baş verdiyinə görə nəticə etibarı ilə qaraciyərin əsas funksiyalarından biri də sərbəst bilirubini konjugasiya etməkdir. Yəni onu birləşmiş bilirubinə çevirməkdir. Bilirubin öz-özlüyündə zərərli maddə sayılır, zəhərli maddə sayılır və bilirubinin qana keçməsi ilə sarılıq əlamətini görə bilirik. Dediyim kimi, qaraciyər zədələndiyinə görə burada konjugasiya prosesi gedə bilmir və yaxud da çox zəif gedir. Nəticədə sərbəst bilirubin birbaşa ilə qan dövranına keçir və sarılıq əlamətini, yəni ikterosu görə bilirik. Nəticədə əsasən də bədənin yuxarı şöbələri, üzün, əllərin içi, gözün ağlıq işası, hətta dilin altı, yanaqların saraldığını müşahidə edə bilirik. Buna sarılıq əlaməti deyirlər. Həmçinin qaraciyərin disfunksiyası baş verdiyinə görə, yüklənmə baş verdiyinə görə nəticə etibarilə burada yaranan müəyyən yaradıcı proseslər, yəni zülalın yaranması, xüsusən də albuminin, qanın laxtalama amilinin çatışmazlığı baş verə bilir. Həmçinin bayaq dediyim kimi, qaraciyərin immun sistemini təşkil edən Kupfer hüceyrələrinin buradakı mezenximal iltihabi dəyişikliklərin təsiri nəticəsində çoxalması baş verir. Yəni hiperplaziyası və proliferasiyası baş verdiyinə görə o da qana müdafiə olsun deyə immunoglobulin, qamma immunoglobulin, həmçinin alfa-2 immunoglobulini sintez etməyə başlayır ki, onu qan dövranına buraxır və nəticə etibarilə o müdafiə reaksiyasına keçir və qaraciyəri müdafiəyə keçir. A hepatit virusunun təsiri ilə xolistatik sindrom baş verir və dediyim kimi bilirubinin normal olaraq konjugasiya olunması pozulur, ödün yaranmasında da pozğunluqlar yaranır. Nəticədə qanda müəyyən fermentlərin aktivləşməsi baş verir, qanda misin yüksəlməsi, dəmirin çoxalması halları ilə rastlaşa bilirik. Bilirubinin konjugasiyası pozulduğuna görə qanda onun çoxalması baş verir və sidik vasitəsilə bilirubinin xaric olması da artmağa başlayır. Nəticədə sidiyin daha çox tündləşməsini müşahidə etmək olur və həmçinin bəzi hallarda öd yaranma da pozulduğuna görə, həmin bilirubinin mübadiləsi pozulduğuna görə nəticədə sterkobilin də yaranmır və yaxud da çox az yaranır. Ona görə də nəcisin bozarması və rəngsizləşməsi müşahidə oluna bilir. A hepatit virusunun özünün laborator diaqnostikası vardır. Yəni, burada qanın biokimyəvi analizi nəticəsində qaraciyər fermentlərinin artması müşahidə edilir. Yəni, ALT və AST nisbətinin yüksəlməsi, xüsusən də ALT-nin yüksəlməsini görə bilirik. Az öncə dediyim kimi, bilirubin konjugasiya olunmadığına görə nəticədə qanda bilirubinin də yüksəlməsini görürük. Həmçinin orqanizmə düşən A hepatit virusunun təsiri ilə orqanizmdə dərhal ona qarşı immun reaksiyalar yarandığına görə burada qanın analizi nəticəsində biz burada immunoglobulin G-nin və M-in titrinin yüksəldiyini görə bilirik. Yəni, burada A hepatit virusuna qarşı, yəni anti-AHV immunoglobulin G artır və M də arta bilir. Bu, kəskin infeksiyanın olduğunu göstərir. Bəzən immunoglobulin G-nin burada artması, yalnız onun artması həmin xəstəliyə qarşı peyvəndin vurulduğu zaman aşkar oluna bilər və yaxud da kəskin infeksiya zamanı aşkar oluna bilər. Onu bildirim ki, immunoglobulin M-in burada yaranması dərhal baş verir və hardasa 3-6 ay davam edir. Yəni, qoruyucu funksiyanı yerinə yetirir. İndi isə biraz A hepatit virusunun klinik təzahürləri haqqında danışmaq istəyirəm. A hepatit virusu orqanizmə düşdükdən sonra, qaraciyərdə replikasiya keçdikdən sonra artıq prodromal əlamətlər, yəni ilkin təzahürlər dövrü başlayır və bu artıq kəskin əlamətlərlə kəskinləşməyə başlayır, kəskin əlamətlərlə özünü göstərməyə başlayır. A hepatit virusunun təsiri ilə qaraciyərdə sitolitik proses baş verdiyinə görə, yəni qaraciyər yüklənməyə başladığına görə müəyyən sindromlar var ki, ortaya çıxmağa başlayır. Hətta bu sindromların deyəcəm, bəlkə də qripə bənzədiyini görəcəksiniz. İlkin olaraq kataral sindrom şəklində özünü göstərir. Yəni, burada halsızlıq, qızdırmanın yüksəlməsi, zökəm əlamətləri kimi halları görə bilirik. Öskürək əlamətlərini, yumşaq damağın hiperemiyalaşması, qızarmasını görə bilərik. Bundan da savayı dispeptik sindrom şəklində özünü göstərə bilir. Yəni, ürək bulanma, öyümə hissi, mədə-bağırsaq nahiyəsində ağrılıq, xüsusən də sağ qabırğa altında
diskomfort hissini keçirir həmin xəstələr. Astenovegetativ əlamətlər də özünü göstərə bilər. Yəni halsızlıq, daima uzanmaq hissi, hərəkət etməmə hissi, başın ağrısı, bu tipli əlamətlərlə özünü göstərə bilər və yaxud da bu sindromların bir neçəsi eyni anda özünü göstərə bilər. Bəzən A hepatit virusunda xəstəliyi zamanı həmçinin oynaqlarda ağrılar hiss edə bilərlər. Bu əlamətlər müəyyən müddət davam etdikdən sonra sarılıq artıq ortaya çıxmağa başlayır. Yəni qanda bilirubinin artması nəticəsində sarılıq baş verir və əksərən sarılıq baş verdikdən sonra bu əlamətlər də bir qədər yumşalmağa başlayır. Yəni qızdırma düşür, lakin müəyyən dispeptik pozğunluqlar, yəni ürək bulanma, sağ qabırğa altı nahiyədə diskomfort hissi hələ də davam edə bilir. Sarılıq, bayaq dediyim kimi, dərinin, gözün ağlı qişasının, ağız boşluğunun saralması, əllərin içinin saralması kimi əlamətlər toplusundan ibarətdir. Bəzən kök adamlarda sarılıq əlamətlərini görməyə bilərik. Bu da nədən gəlir? Kök olan adamlarda həmin bilirubin dəriyə çıxa bilmir bəzən və ona görə də pi toxuması çox olduğuna görə adipozitlərdə toplamağa başlayır. Yəni pi hüceyrələrində olan pi damlalarına çökür və dəridə özünü göstərmir. Bəzən gözün ağlı qişasında da göstərmir, lakin burada çox vaxt özünü göstərir. Xüsusən sarılıq əlaməti əzələli və bir qədər arıq insanlarda daha çox müşahidə olunur. A virus hepatitin ümumiyyətlə ağır formaları əksər hallarda sarılıqla keçir. Sarılıqla özünü göstərir. Bütün bu dəyişikliklərin fonunda qaraciyərin böyüməsi, bərkiməsi hallarına da müşahidə edirik və həmçinin dalağın da böyüməsi, bərkiməsi hallarına rast gəlirik. Əksər hallarda A virus hepatiti sağalma ilə nəticələnir. Yəni sağalma ehtimalı 95% ehtimalla başa çatır. A virus hepatitli xəstələrin sağalma dövrü, yəni rekonvalesiya dövrü ortalama olaraq daha çox hallarda 3 aya qədər çəkə bilər. Yəni 1 aydan 3 aya qədər çəkə bilər. Hətta bəzi xəstələrdə bu 6 aya qədər davam edə bilər. Sual oluna bilər ki, niyə bu qədər gec həyata keçir? Niyə bu qədər gec bərpa olunma, sağalma baş verir? Burada əsas məsələ odur ki, bu virus hepatitləri qaraciyəri bir qədər zədələdiyinə görə, orada qaraciyərdə çox böyük funksiyalar yerinə yetirdiyinə görə onun bərpa olunması prosesi də bir qədər uzun çəkir. A virus hepatitini törədən həmin bu törədicilər orqanizmin immun sistemi tərəfindən neytrallaşdırıldıqdan sonra o öd vasitəsilə bağırsağa, oradan da nəcis vasitəsindən xaric olunur. Yəni bu şəkildə eliminasiya olunur, orqanizmdən çıxarılır. Bəzən də A virus hepatiti uzun sürən formaya keçə bilər, yəni xəstəlik əlamətləri, kliniki göstəricilər daha uzun müddət davam edir və bu sağalma da bir qədər daha uzun çəkə bilər. Yəni bu da az faiz ehtimallandır, amma əksər hallarda təqribən bayaq dediyim kimi 95% ehtimalla tam olaraq sağalma baş verə bilir. A virus hepatiti digər klinik göstəricilərinə görə digər virus hepatitlərinə bənzəyir. Ona görə də onun diferensiasiya etmək, müqayisə etmək artıq peşəkar həkimlər tərəfindən həyata keçirilir. Yəni əksər hallarda B və C hepatiti ilə müqayisə olunur, bəzən də Y hepatiti ilə müqayisə oluna bilər. A hepatit viruslu xəstələrin dediyim bayaq inkubasiya dövrü, ilkin təzahürlər dövrü müəyyən bəlli bir müddət ərzində davam etsə də, bəzi hallarda onun ildırımvari forması da ortaya çıxa bilər. Ümumiyyətlə bir sıra infeksion xəstəliklərin fulminant formaları da vardır. Yəni ildırımvari forması vardır. Yəni əlamətlər çox sürətlə başlayır və çox sürətlə də ölümə aparır. A virus hepatiti də bunun da fulminant hallarına rast gəlmək mümkündür. Proqnozu isə ondan ibarətdir ki, A virus hepatitinə yoluxmuş şəxslər təkrar olaraq yenidən sağalmaya getdiyi zaman yenidən klinik təzahürlər ortaya çıxa bilər. Yəni özü ilə belə deyək ağırlaşa bilər, residivləşə bilər. Həmçinin yanaşı olan ikincili bakterial infeksiyaların qoşulması nəticəsində pnevmoniya da baş verə bilər, xolisistit əlamətləri qoşula bilər bunun yanına. Bir də məsələn nevrozlu insanlarda, xüsusən də nevrozlu xəstələrdə belə deyək, onlarda sinir sisteminin bir qədər oyanıq olması nəticəsində öd yollarının diskineziyası da baş verir. Yəni
ödün daimi olaraq, öd yollarında daimi olaraq sıxılma belə deyək, yarana bilər və öd axını pozula bilər və onlar üçün də nəticə etibarilə bu uzun sürərsə, onlarda öd daşı xəstəliyi də yarana bilər. Bunun müalicəsinə gəldikdə, virus hepatitinin müalicəsi xüsusi olaraq antiviral dərmanlarla həyata keçirilir. Qaraciyərin zədələnməsi baş verdiyinə görə burada müəyyən B qrupu vitaminlərin toplana bilməməsi və yaxud da yarana bilməməsi nəticəsində onlara müəyyən dəstəkləyici müalicə təyin olunur. Xüsusən də vitaminoterapiya həyata keçirilir. C vitamini, B qrupu vitaminlər təyin olunur və ən əsas A virus hepatitli xəstələrə yataq rejimi və xüsusi pəhriz təyin olunur. Pəhrizə və bu dediyim kimi dəstəkləyici müalicəyə əməl edən xəstələr və yaxud da üzərində bu proses həyata keçirilərsə, bu xəstələrin bərpa olunması normal şəkildə həyata keçirilə bilər. Lakin pəhrizi pozulmuş xəstələrdə isə təzədən virus xəstəliyinin şiddətlənməsi baş verə bilər. Bir də onu bildirim ki, bu A hepatit virusuna qarşı orqanizmdə uzun ömürlü, hətta ömürlük immun yaddaş formalaşır. Yəni bir dəfə tutulmuş bir şəxs növbəti dəfə tutulmur, belə deyək. Tutulmaya bilər. Çox nadir hallarda tutula bilər belə şeylər. Belə immun yaddaşlı xəstəliklər olan, infeksiyon xəstəliklər keçirmiş şəxslərdə nadir hallarda sonradan tutula bilər. Bu da immun defisit hallarında yəqin ki ortaya çıxır. Amma əksər hallarda immunitet ömürlük formalaşır. Profilaktikasına gəldikdə isə A hepatit virusunun profilaktikası digər bağırsaq xəstəliyi törədən bakterial, viral infeksiyalarda olduğu kimidir. Yəni əllərin yuyulmasıdır, təmiz saxlanmadır, təmiz sudan istifadə etmədir. Yəni sanitar və gigiyenik göstəricilərə əməl etməklə bu xəstəliyə qarşı profilaktik tədbir görmüş oluruq. Həmçinin vaksinlərdən də istifadə oluna bilər. Yəni A virus hepatitinə qarşı vaksinoterapiya da həyata keçirilə bilər. Vaksin vurulduqdan sonra orqanizmdə ona qarşı immunoglobulin G yaranır və onun titri yüksəlir. Yəni anti-AHV immunoglobulin G yaranır. Bayaq dediyim kimi müəyyən xəstələr ki var, A hepatitli xəstələr var. Onlar sarılıqsız və yaxud da xəstəliyi inoperant formada keçirirlər. Yəni əlamətlər görünmədən keçirirlər. Onu müayinə etməsək, onun qanını analiz etməsək, biokimyəvi analiz həyata keçirməsək, seroloji analiz həyata keçirməsək, onun xəstə olduğunun fərqinə varmarıq. Çünki xəstə özü də bundan xəbərdar deyil. Əslində həmin tip insanlar bu xəstəlik antroponoz olduğuna görə insandan insana keçir. Həmin tipli xəstələr daha çox epidemioloji cəhətdən daha təhlükəli hesab olunurlar. Yəni ətrafa yaya bilirlər. Qrip xəstəliyində də bu haqda danışmışdıq. Əgər o videonu izləmisinizsə, qrip xəstələri də var ki, onlar simptomsuz, atipik formada keçirirlər xəstəliyi. Biz onun xəstə olduğunun fərqinə varmırıq. Heç özü də onun fərqində deyil. Lakin ətraf üçün yoluxucu olur. Çünki həmin viruslar ətrafa yayılır. İndi qrip virusu hava damcı yoluna yayılır. Lakin A hepatit virusu fekal-oral yolla yoluxur. Bir qədər fərqli olsa da belə, sadəcə izah etmək üçün həmin nümunəni sizə göstərməli oldum. Belə dostlar, A hepatit virusu haqqında danışdıqlarım bir qədər qorxulu səslənə bilər. Ümumiyyətlə, hər bir xəstəliklər belədir. Oxuyanda, öyrənəndə insan üçün bir qədər qorxulu görünür. Lakin düzgün sanitar və gigiyenik qaydalarına əməl etməyimiz buna kifayət edə bilər və bəzən ehtiyac ola bilər ki, vaksindən istifadə olunsun və bu şəkildə A hepatit virusunun qarşısını kəsə bilərik, ala bilərik. Ona bildirim ki, qaraciyərin zədələnməsi təkcə virusun özünün yaratdığı sitopatik dəyişikliklər deyil, həmçinin immun cavab nəticəsində baş verən bir belə deyək, əlamətlər toplusudur, xəstəlik təzahürüdür. Ona görə də aparılan düzgün kliniki müayinələr nəticəsində həmin bu nəticələri, immun markerləri doğru interpretasiya etməklə xəstəliyə daha düzgün diaqnoz qoymaq mümkündür. İndi isə videomuzu sonlandırıram. Növbəti videolarda B hepatiti haqqında, C virus hepatiti haqqında da danışacağıq. Sadəcə onları bura salmadım, videomuz çox uzanmasın. Ona görə də bu videonu burada sonlandırıram. Hər birinizə can sağlığı arzulayıram. Düzgün, gigiyenik, sanitar qaydalara əməl etməyi tövsiyə edirəm.
Əgər hər hansı bir əlamətlə qarşılaşırsınızsa, mütləq həkimlərə, mütəxəssislərə müraciət edin. Sağ olun, sağlam olun.